vəziyyət? Yaxşı. Mən də yaxşıyam. Çalışın, hava soyuqdur, özünüzü qoruyun. Yaxşı, Salih. Dizləri bir yerə qoyun. Bir də nə demək istəyirəm sizə ümumi? İndi Əli Qarabağda oynayır. Bizdə mənim orada oynayan başqa bizdə fərdi uşaqlar da var. Mənim Sadiq görüb, Emil görüb. Ümumi məşq olsun, fərqi yoxdur. Oyun olsun Əli. Nədənsə çəkinmək, ay məşqçi mənə bunu deyər, ay məşqçi mənə nəysə əsəbləşər. Heç vaxt ağlınızda o fikir qalmasın. Nəyisə eləməkdən, əgər doğru şəkildə deyirəm də, yəni heç vaxt çəkinməyin. Əgər qapıya zərbə vurmaq lazımdırsa, zərbə vurun. Pas vermək lazımdırsa, ay mən burada pas verirəm, itirər. Elə şey fikirləşməyin. Mən sizə tam rahatçılıq verirəm ki, oyunlarda, Sadiq, mən sən oyunda deyirəm ki, Sadiq Allahma. Elə bir söz deyirəm sən. Sənə deyirəm ki, öz polyamızda sadə oyna. Rəqibin polyasına keçsin. Rəqibin polyasında istədiyin qədər alada bilərsən. İstəyirsən sağa Allah, istəyirsən sola Allah. Amma məntiqli. Məntiqli. Ağıllı. Yəni, hər dəqiqə alladım, boş-boş yerə üzü bizim qapıya alladım, yox. Aldanında da rəqib qapıya allatmaq lazımdır. Yəni, məntiq olmalıdır ki, mən oyuncunu allatdım, keçdim, ya pas verdim, ya udar vurdum. Sən üzü bizim qapıya alladırsan, dəyişən nədir ki? Heç sən. Bizə yaxınlaşırıq təzdən. Yəni, heç adalığınızda qalmasın ki, ay Tural müəllim və yaxud gələcək həyatınızda sizin fərqli məşqçiləriniz olacaq. Gedəcəksiniz U15-də oynayacaqsınız, fərqli məşqçiniz olacaq. U19-da fərqli məşqçiniz olacaq. Elə məşqçi olacaq ki, sizin oyununuz xoşuna gəlməyəcək. Siz saxlayacaq zamində. Onda futbol qutardı. Yox, elə bir şey yox. Siz daha da məşq eləməlisiniz, inkişaf eləməlisiniz. Daha da psixoloji hazır olmalısınız. Ay müəllim mənə deyir ki, burada pas oyna, burada pas oyna. Elə moment var ki, pas lazım deyil, çəkib qapıya vurmalısan bura. Sən oradan yəni sırf müəllimin dediyinin üzərində qalmayın. Oyunda icra eləyən sənsən. Müəllim sənə müəyyən bir tapşırıqlara verə bilər ki, bu sistemdə oyna, bu sistemdə oyna. Amma oyunda icra eləyən sənsən. Elə ola bilər ki, müəllimin dediyi epizod, pas verməli vəziyyətdə hər şey dəyişə bilər. Çünki orada sən öz beyninlə tam fərqli qərar verməlisən. Mən deyirəm, məsəl üçün, sol kray boşdur, ver, arxasından at elə. Elə epizod ola bilər ki, sol krayı bağlayanlar, sən məcbur deyilsən ora verməyə.